Labirint Ülvəsət kimdir? Əziyyətlərdən formalaşmış və indiyə qədər insanları tanıya-tanıya gələn biri. Ülvi bəy, bildiyimizə görə uşaqlıq anınız çox çətinliklə keçibdir. Xoş xatirəniz yoxdur uşaqlıqda. Maraqlıdır, necə olub bu sahəni seçdiniz? Əslində heç birimiz bilmirik ki, sabah başımıza nə gələcək həqiqətən də. Qıraqdan düzdür. Uşaqlıq deyəndə mən həqiqətən çox çətin bir dönəmlər yaşamışam o vaxtlar. Təbii ki, mən rayonda böyümüşəm. Mən özüm rayonda olarkən, yəni həqiqətən də getmədiyim, görmədiyim işlər olmayıb. Yəni çətinliyin dibini görən bir insanam və əslində o çətinlikdən də insan formalaşır və o əziyyətdə görə-görə indiki günün qədrini bilirsən. Yəni elə adamlar var ki, deyir ki, məsələn, misal üçün deyirəm ki, 5 manat qazanır, deyir ki, 5 manat da nə puldur ki. Amma vaxt olub ki, mən heç onun 1 manatını belə tapmamışam. Yəni onun üçün işləmişəm, necə deyim, mücadilə aparmışam. Ona görə də çətinlik görən adam üçün bugünkü gündə bu yerə gəlib çıxmaq özü bir böyük bir şeydir. Yəni ətrafdan çox şey asılıdır. Ətraf varsa insanı uçuruma aparar, ətraf var ki, insanı qaldırar. Ülvi bəy, gözəl diyarlarımızdan olan Cənub bölgəmizdənsiniz. Zəhmət olmasa qısa danışa bilərsiniz deyə. Mən hansı verilişə gedirəmsə, həqiqətən də mənim necə deyim sizə, olduğum bölgə həqiqətən də çox istiqanlıdır. Düzdür, deyir vətənin o başı bu başı olmaz, amma ki mən özüm Masallı rayonunun Qızılağac kəndindənəm və çox da sayılıb seçilən bir rayonlarımızdandır. Hətta mənim öz kəndim də köhnə, indi buradan da izləyirlər, bilirəm. Köhnə kənddir, yəni adlı sanlı kəndlərdən biridir, Qızılağac kəndi. Mən orada böyümüşəm, 18 yaşıma qədər, 17 yaşıma qədər orada böyümüşəm və düzdür, əziyyətli olub mənim böyüməyim, uşaqlığım, amma yenə də xoş xatirələr də var. Belə məktəb illərim orada olub, ondan sonra əskər gedənə qədər yəni orada olmuşam mən və indi də gedib gəlirəm. Düzdür, məclisdən məclisə getsəm də, amma yenə də xoş xatirələrim çoxdur. Ülvi bəy, maraqlıdır. Bu sənətdə qalmaq üçün ən çox nədən imtina etmisiniz? Bu sənətdə qalmaq üçün valla belə deyim də, indi başa düşürəm ki, məni qınayan adamlar artıq o pavarotu dönüb qayıdır ki, yəni yaxşı mənada qayıdır artıq üstümə ki, bir vaxtlar ki, ay müğənni nədir? Biraz kənd sferasında olan, əhatəsi kənd sferasında olan insan biraz çətin qarşılanır. Necə? Yəni çətin qəbul olunur da, yəni müğənni kimi. Çünki köhnə düşüncəli olurlar da, yəni rayon adamlarının çoxusu köhnə düşüncəli olur. Yəni hər adam qəbullanmır, hər adam necə deyim, olmur da, yəni çətin olur həmin adam üçün. Amma mən belə deyərdim ki, yəni mən Bakıya gəldim, 2019-da artıq mən Bakıya gəlmişdim və başladım müğənniliyə və gözəl sənətkar Baba Dərələyəzlə biz toylara gedirdik, Astara, Lirik toylarına gedirdik və çox da həvəsli idim. Elə gün olurdu ki, bir toyda 5 saat otururdumsa, 5 saat gəlirdiksə, toy olurdusa, otururdum. Hardasa 1-2 mahnı olacaq deyə mən onu gözləyirdim orada ki, 1-2 mahnı söz verəcək. Yəni elə çətinliklərlə mən gəlmişəm bu sənətə və sonra artıq özümü təsdiqləyəndən sonra artıq mahnılar çıxartdım, ondan sonra klip falan. Artıq bir çevrə yaratdım, bir artıq ortam oldu ki, məni tanıyan və onunla da getdim. Buradan da məsləhətim odur ki, bəzi, necə deyim, gənc müğənnilərə, yəni məsləhətim odur ki, heç vaxt dönməsinlər yollarından. Bilirəm, çətindir, oğlan, qız fərqi yoxdur, amma dönməsinlər. Yəni, yaxın qohumlar, dostlar, yaxın bildiyi insanlar belə gəlib də deyəcək ki, sən bacarmazsan. Amma yenə də o getsin yoluna. Əgər ki, o yolun axırında o işığı görürsə, getsin. Yəni kimin deməyindən asılı olmayaraq. Çünki sabah o nailiyyəti, o uğuru qazanan sən olacaqsan və o sənə qibtə eləyənlər, arxanca qibtə eləyib baxanlar var. Onlar hamısı sənin dalınca düşəcək. Uca onda tanıyacaqsan ki, kim kimdir. Ülvi bəy, maraqlıdır. Bu sənətə başladıqdan sonra bu sənətdə nələr gördünüz?
Bu belə deyərdim də, bu suala belə deyim ki, bu dəqiqə bizim cəmiyyətdə, ümumiyyətlə show biznesdə normal insana çox az dəyər verirlər. Necə? Məsələn, bunu izləyən tamaşaçılar da mənimlə razılaşar ki, bu dəqiqə bir verilişə çıx, normal otur, normal danış, normal oxu, vallahi yadda qalan heç nə olmayacaq yəni. Yadda qalan heç nə olmayacaq. Amma gəl bir verilişdə qalmaqal elə və yaxud da bir verilişdə yıxıl, büdürə. Yəni sənin xahiş eləyib pul verəcəyin səhifələr onu pulsuz paylaşacaq sənin üçün. Niyə? Çünki reytinq verəcək. Başa düşürsünüz necə? Ona görə bu dəqiqə normal şeyə mən bunu nöqtə bə nöqtə deyirəm ki, yəni kim də razılaşmırsa mən öz fikrimi deyirəm, yəni onların da öz fikirləridir. Bu dəqiqə normal şeyə, normal insana, necə deyim, baxan, pərəstiş eləyən çox az adamlar var da, yəni çox az adamlar var. Bu dəqiqə normal insana dəyər verən yoxdur, yəni. Bunu nöqtə qoyub altını çizib deyirəm ki, çünki bu dəqiqə anormal hərəkətlər bu dəqiqə insanları cəzb eləyir. Necə deyim, davadalaş, qalmaqal, nə bilim, yıxılmaq, qeyri-etik şeylər insanları bizim də millətin çox faizi elədir ki, birinci hamı lağa qoyur, gülür, amma hamı da ona dəstək olur. Üzə gələndə hamı gəlir yanlarına, şəkil falan çəkdirir, amma arxada olanda ümumiyyətlə də sosial şəbəkədə hamı söyür. Ülvi bəy, belə bir sual verim sizə, çox gözəl cavab verdiniz. Bunların başda səbəbi, yəni bunların olmasında səbəbkar kimdir? Xalqdır yoxsa müğənnilərdir? Xeyr, xalq. Xalq deyəndə o bəzi təbəqələr var ki, yəni 70% təbəqələr var ki, insan, yəni bizim millətimizdir bunu bura gətirib çıxardan, yəni bu vəziyyətə gətirib çıxardan elə biz özümüzük. Başa düşürsünüz necə? Məsələn, 3 müğənni oturub, ikisi görür ki, qıraqda qalıb, amma biri görür ki, belədən, yəni anormal şeylərlə qabağa gedir, düzdürmü? Demək ki, onlar da baxırlar ki, bizi hələ dildə deyirlər ki, super, əla, amma maraq onadır. Bunlar da bu iki nəfər də başlayırlar ki, biz də başlayaq onun yolu ilə gedək, bəlkə uğur gətirək. Deməli, onu da o pilləyə gətirən kimdir? Biz özümüzük. Ülvi bəy, maraqlıdır. Sponsorunuz varmı? Sponsorunuz, valla tək sizə maraqlı olmaz. Mən bilirəm ki, izləyiciləri yazıb onu. Maraqlı olan bir şey var ki, yəni insan öz ayağı üstə durursa, ona təkan verəsi bir insan, məsələn, bu yolu insan özü seçir və ona əgər təkan verən adam varsa, o yolda təkan verir. Başa düşürsünüz necə? Mən də belə deyərdim ki, bu suala, yəni olub əslində, demirəm bura qədər, tutub qolumdan gətirib, qaldırıb falan, elə yox, amma olub. Yəni, mənim yaxın bildiyimlərimdən də heç tanımadığım biri təsadüfən məclisdə tanış olmuşuq və o insana ürək açıcı olub mənim sənətim, mənim özüm və o da mənə dəstək olub. Dana bilmərəm, yəni. Maddi olaraq da yəqin ki. Təşəkkür edirəm ona. Bilirəm, izləyir, hə? Yəqin ki, maddi olaraq da. Bəli, maddi cəhətdən dəstək olub. Adam gəlir danmıyor elə şeyləri. Ülvi bəy, maraqlıdır. Hər səhnədə fərqli-fərqli geyimlərdən çıxırsınız. O geyimlər sizə məxsusdur, yoxsa kiraya götürürsünüz? Bu paltarım $300 pul vermişəm. Bax, indi bu paltara. Kim istəyir, xoşu gəlsin, kim istəyir, xoşu gəlməsin. Bu paltarın $300 qiyməti var. İnsan biraz dar düşüncəli insanlar deyərdim. Deyir ki, ay o qaçdı paltarı, ay o naxışdı. Mən sənətçiyəm və mən sıradan biri deyiləm. Başa düşürsünüz necə? Mən bir brend olaraq formalaşmışamsa, artıq mən bir brend kimi də geyinməliyəm. Geyimlərim də brend olmalıdır, musiqilərim də brend olmalıdır və ağzımdan çıxardığım bütün sözlər də artıq, necə deyim, bir sənətçi diqqət eləməlidir hər şeyə. Ona görə də bir paltarın adamlar var ki, vallahi mən bunu deməyəcəydim, artıq siz məcbur elədiniz mən bunu deyəm. Yəni mən sevmirəm. İnsanın özü bahalı olmalıdır. İnsanlığı varlı olmalıdır. Nəinki geyindiyi şeylər. Amma bu $300 pul vermişəm. Yəni bu elə belə şey deyil, yəni. O bəziləriniz gözünüzü açın baxın. Vallahi bəlkə də bir illik o bəzi müğənnilər var ki,
1 illik pulun, paltarının puludur, yəni mənim bir köynəyim. İndi məclisdən çıxmışam, gəlmişəm. Yəni bu dəqiqə məclis halındayam, yəni mən. Yəni geyindiyim. Bu sinifrə də əslində özəl bir paltar geyinəcəydim. Prosta elə təsadüf gətirdi ki, birbaşa gələsi oldum. Yəni bu 300 dollar pulu, yəni necə deyim, hər adamın ürəyi gəlməz onu verməyə, o köynəyə. Ülvi bəy, ətrafınızda xanımlar çoxdur. Maraqlıdır, göründüyü kimi onlardan rahat yola gedə bilirsinizmi? Valla belə deyim də, bu bəziləri var ki, bəziləri, hamısına şamil eləmirəm. Gəlirlər şap-şup, 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 şap-şup. Şap-şup. Ancaq bu bu belə deyərdim ki, indiki bu dəqiqəki dövrdə müğənni olmaq istəyən xanımlarımız bəzilərinə aiddir. Əvvəl vokala gedirdilərsə, indi bədən şəkilləndirməyə gedirlər. Maşallah olsun. Partlayış. Bilirəm, indi bu kadr hamı paylaşacaq, amma hamının demək istədiyi bir sözümdür ki, yəni əvvəl müğənnilər getmək istəyir, müğənni olmaq üçün gedirdilər vokala, vokal dərsinə, ümumiyyətlə müəllim yanına. İndi gedirlər, deyirlər hansı cərrah axtaraq tapaq. Görək hansı cərrah var, yaxşı şap-şuplar eləyən. İndi bilirsə nədir? Onu gedək onun yanına, görək nə göstərir. Bu bizim acınacaqlı vəziyyətimiz bu dəqiqə budur. Ülvi bəy, maraqlıdır. Show biznesdə dost varmı? Show biznesdə dost varmı? Biraz çətin sualdır. Çünki hamımız bir qazanın içində qaynayırıqsa və inanmıram ki, yəni orada heç kim istəməz ki, məsələn, mən istəmərəm ki, kimsə qabağa gəlsin. Düzdür, mənim ürəyim o qədər təmizdir ki, yəni mən həqiqətən də məndə paxıllıq, kin, kudurət yoxdur həqiqətən. Yəni istəyirəm ki, yəni bir söz həmişə tez-tez qeyd edirəm onu. Allah hər kəsin ürəyinə görə versin, yəni qısa konkret. Yəni bugünkü gündə dost yoxdur. Mən görmüşəm, yəni. Məşhurundan tutmuş, yeni çıxan müğənnilərə görə dost yoxdur. Çünki bu sfera elə sferadır ki, çox çətin sferadır həqiqətən də. Qıraqdan deyirlər, gedib oxuyursan, oynayırsan, hamı gətirir, pul verir. Amma bu görünən tərəfidir və görünməyən tərəfləri var ki, o görünməyən tərəflərini biz görürük, yəni çətin tərəflərini. Ona görə də bir necə deyim, yarışma mı deyim, belə də, yəni əsas yıxılmayasan. Yıxıldınsa artıq başlayacaqlar üstüvə gəlməyə. Ona görə də çalışmaq lazımdır ki, büdrüyəndə də elə büdrüyəsən ki, çoxsu görməsin, yəni. Ülvi Əsədin aylıq qazancı nə qədərdir? Valla siz elə suallara girirsiniz ki, mən bilirəm ki, bu desəm istəmirəm deyəm əslində. Valla sonra gözə gəlirəm. Nə bilim. Məncə deyin. Ortalama 10.000, 15.000 olur da. Yəni bir ay ərzində 10-15 min. Kəməyicim də buradadır. Mənə belə eləyir ki, demədim. Biz necədir? İnsanlardan əgər gizli deyilsə, sizdən də mən heç nə gizlənmirəm. Yəni ağ kağız. Gördüyünüz kimi ağ kağız qabağınızda. Özünü öldürdü orada. Tema. Deyir ki, belə bir ataların bir məsələ var. Ağac bar verdikcə başını aşağı salar. Ona görə də mən həmişə sadəyəm. 10-15 min civarında olur da. Yəni xarici çıxsaq, xarici ölkələrə getsək, təbii ki, daha da çox olur. Amma belə ortalama 10-15 min civarında gəlir çıxır. Yenə də şükür eləyirəm. Yəni düzdür, mənim bu əziyyətimə görə, bu geyinmə görə, bu səhərə qədər bəzi yerlər var ki, səhərə qədər oxutdururlar adamı. Bu əziyyətlərə görə məncə azdır. İnşallah ki, daha da çoxalar. Düzdür, o çoxalanda əziyyətimiz də çoxalacaq, amma yenə də yaxşı olar inşallah. Maraqlıdır, kabinetlərə gedirsinizmi? Valla belə sualları dedim də, belə suallar verməyin də. Yəni kabinetin nə əlaqəsi bu açıq danışmağımıza, yəni burada biz sənət göstəririk. Kabinetə 2000-dən aşağı getmirəm, yəni. Bunu yaxın adamlarımız da məni yaxın dostlarımız da qınayır ki, 2000 çox azdır, yəni kabinet üçündə, yəni. Mən getmirəm. 2000-dən aşağı maksimum tanıdığım adam olar ki, 100-200 yəni düşüb gedə bilərəm. Amma 2000-dən aşağı mən kabinetə getmirəm. Çünki niyə?
mənim sənətim var və mənim özümə verilən, necə deyim, qoyulan sərmayə var, musiqilərim var, geyimlərim var. Yəni saç, hər şey daxil, yəni mən 2000-dən aşağı getmirəm. Yəni ola bilər kimsə keçib havaya oxusun və yaxud da 1000 manata, 500 manata getsin, amma mən 2000-dən aşağı getmirəm. Düzdür, bu çox azdır, az məbləğdir, bilirəm. Amma yenə də dostlarım, nə bilim, mən işçi qüvvəm var da, yəni məni qınayanlar bilir ki, qınayanlar deyir ki, bu çox az məbləğdir. Amma mən nə edə bilərəm ki, yəni istəyirlər insanlardır. Düzdür, 2000-dən çıxmıram, amma yenə də nə bilim, gələcəkdə qaldırmağı düşünürəm. Maraqlıdır, kabinetdə təklif etsələr. Yəni içki təklif etsələr. Aha. Qəbul edərsinizmi? Baxır kim? Ümumiyyətlə mən kabinetə gəldim, oxudum, çıxdım. Məbləğimi danışıram, gəlib oxuyuram. Düzdür, danışırlar. Gəlib oxudum, çıxdım. Yəni başqa heç vaxt ola bilməz yəni. Olsa da belə öz tanıdığım adamlar ola bilər. Yəni kabinet, siz bir yaxdan kabinet tutturmusunuz. Bilməm bu kabinetlərdə nələr olur bilmirəm. Amma mən bu kabinet söhbətinə belə deyim, adımı da qoyacaqlar, kabinet deyib yapışdıracaqlar, bilirəm. Getmişəm, kabinetdə oxumuşam, dana bilməm. Çünki məni çağıran insanlar var ki, buradan mənə baxırlar. Amma oturmamışam yəni. Getmişəm, məbləği danışılıb, oxumuşam və çıxmışam. Yəni burada kabineti böyüdüləcək bir şey deyil, yəni böyüdüləcək bir söhbət deyil. Ola bilər ki, bugünkü gündə çoxsu necə gedir kabinetlərə, o kabinetdən bu kabinetə, bu kabinetdən o kabinetə, amma məndə elə bir şey yoxdur. Getdim, oxudum, çıxdım. Bəs brend də seçilməlidir də bəzilərin. Bu çətin yolda irəliləmək sizi yormurmu? Valla baxır hansı yolda gedirsən. Bəziləri var ki, gedir yıxılır. Gedir yıxılır. Gedir yıxılır. Əsas odur ki, o yıxılanda dura biləsən yəni. O bəziləri elə yıxılır, elə o sürünə gedir prosta. Getmir də, yəni sürünür. Özləri bilirlər kimə deyirəm. Bilən bildi nə demək istədiyimi yəni. Əsas odur ki, yıxılanda dura biləsən yəni. Sürünə belə getməyəsən yəni. Qadın müğənnidən ailə həyat qurarsanmı? Xeyr, qurmaram. Xeyr dediniz, səbəb? Səbəb odur ki, hər bir kişi istəyər ki, axşam evə gələndə xanımı onu qarşılasın. Yəni açıq deyəcəm bunu. Və demirəm, yəni müğənnilik sənəti mən özüm onun içindəyəm, bilirəm nə var, nə yox. Çünki müğənni də elə şeydir ki, saat 12-də, 1-də, 2-də qutarası məclislərdir yəni. Ona görə də evlə daha yaxın ola bilmədiyi üçün məncə hər bir kişi istəyər ki, axşam evə gələndə qapını xanımı açsın. Yəni o məqsədlə mən qurmaram şəxsən. Xanım müğənniliyi ilə ailə həyatı. Bir günlük qadın müğənninin səsi səndə olsa, kim olmağını istərdin? Kəmalə Günəşdir. Nə səbəbə maraqlıdır? O xanım maraqlı gəlir də mənə yəni. Həqiqətən də onu çox istəyirəm. Buradan salamlarımı da göndərirəm Kəmalə xanıma. Ürəyi təmizdir, heç kimə də qulaq asmır, öz yolundadır. Bir vaxtlar söyənlər indi sevirlər. Bu zamanın nəbzi budur yəni. Qısa və konkret, heç nə də deməyəcəm başqa. Pula görə nəyə qurban verərdin? Qurban verərdin nədir? Uşa vermişəm. Pula görə həyatımı qurban vermişəm. Çətin yollar keçmişəm. Amma yorulmamışam. Yıxılmışam, durmuşam, amma təslim olmamışam. Maraqlıdır, bir tanınmış sima olaraq, bir tanınmış brend olaraq gün ərzində nə qədər xərcini sıxır? Məni tanıyan ətrafım bilir ki, bədxərcəm bir günə çıxmasa bir 800-900 manat. Ortalama 1000 manat. Bir gün ərzində? Bəli, xərcləyirəm. Nəyə xərcləyirsiniz? Yemək, geyim, olur da indi otururuq. Belə çıxır, yəni pul 1000 manat ortalama çıxır. Düzdür, bu böyük məbləğ də deyil, yəni şirdiləsi məbləğ də deyil. Amma
Mən tanıyan uşaqlar deyir ki, həmişə az biraz əlvi sıx, yəni. Çünki mənim bildiyiniz kimi olduğum bu dəqiqə sənət özü pul tələb eləyən bir sənətdir. Ona görə də biraz bədxərcliyim var və o da özümə də xoş olmasa da belə, amma yenə də bir günün sonu fikirləşirəm ki, oy da 100 motora getdi, 300 belə, 500 belə. Yəni bədxərcliyim var. Ailə həyatı qurmağı fikirləşirsinizmi? Ailə həyatı qurmaq, mən belə deyərdim ki, bu suala nə sevgili kimi, nə nişanlı, nə də ailə hələ ki planımda yoxdur. Çünki hələ mənim sevgim hələ öz sənətimədir, yəni. Bəs belə deyim, keçmişdə bir xanımla sizin video görüntüləriniz vardı. Yox, mən o barədə danışmaq istəmirəm. Mən sizə dedim axı, o barədə suallar olmasın da, yəni. Yəni səmimi danışırıqsa, səmimi də cavab versəniz yaxşı olardı. Bildim, amma mən sizə dedim ki, əgər bu sualı kamera arxasında da soruşmaq olardı da, mən görürsünüz ki, danışmaq istəmirəm. Hər sözün axırına nöqtə qoyuram, amma siz yenə davam elətdirirsiniz. Mənim şəxsi həyatım kimisə niyə maraq dairəsində olmalıdır, yəni. Olubsa da, yəni olmamış kimi qəbul edin. Çünki mən öz təbəqəmdəki insanlarla istəyərəm adım hallansın. Yəni özümdən aşağı nə bilim, yəni istəmirəm də. Və belə şeyləri mən dedim, bax, danışdıqca bəs belə deyim, sizdən eyni təbəqədə deyildisə, həmən xanımla niyə birgəydiniz? Oldu, keçdi də. Yəni mən istəmirəm bu barədə danışmaq. Yəni əgər ki belə olacaqdısa, heç belə eləməzdiniz də. Yəni bu verilişi çağırdınız, təşəkkür edirəm. Amma ki, yəni belə şey düzgün deyil. Bax mən sizi tanıyıb gəlmişəm də. Sən məni zəng elədin ki, gəl. Amma belə sualları mən sizə də dedim ki, sualları olmayacaq. Girəndə qapıdan dedim ki, belə şeylər eləməyin də. Yəni niyə belə eləyirsiniz? Bəqəy dedim ki, yəni o dediyiniz şəxs mənim menecerimdir. Burada yəni mən aparıcıyam. Ay qardaş, ola bilər sənin aparıcı olasan, amma sənin də mənə deyəcəyin o şəxsi suallar mən deyə bilmərəm də. Yəni deyiləcək suallar var, deyilməyəcək suallar. Mən biraz əsəbiyəm və mən danışanda artıq yox, belə deyim, siz bura gələndə bilməliydiniz ki, bura səmimi bir. Ay qardaş, mən bunu gələndə bunu mən dedim ki, bu bura qoyulmalıdır və bu haqqda sual ver mənə. Bu qədər. Mən demədim day bunu aş, yəni. Bu bardaqdır, buna su tökdün, bu qədər bəs eləyir. Bunu daşırtmağa məncə ehtiyac yoxdur. Mən sizə demişdim ki, yəni mən belə şeylərə xoşlamıram da. Yəni niyə üstümə gəlirsiniz eyni şeylərlə də? Yox, üstünüzə gəlmirəm. Sadəcə bura gələn müğənni bilməlidir ki, bura səmimi proqramsa, səmimi ola bilər, amma da bu qədər də yoxdur. Mən sizə deyirəm ki, lazım deyil də. Belə şey yığışdırın kameranı. Mən sizə dedim ki, lazım deyil də. Yəni heç lazım deyil. Çəkmə. Öz işiniz. Yox, öz işiniz deyil də. Mən sənə dedim ki, eləməyin də belənçik. Saata bax, saat 3-ə işləyib, yəni. Amma bu saatda çağırmısınız, gəlmişik. Minnət eləmirəm, amma belə suallarda şəxsi həyatı qatmadı. Mən dedim ki, bax bura qədər gəlmişik, səmimi, yarı yumur, yarı ciddi söhbətlər danışdıq. Amma belə şeylər düzgün deyil də, yəni çəkmə, lazım deyil. Mən sizə dedim ki, eləməyin də. Yəni bunu əgər eləyəcəkdinsə, lazım deyildi, yəni. Siz gələndə bilməliydiniz ki, burada nə olacaq? Mən gələndə dedim də sənə ki, girəndə səs tonunuzu çıxartmayın. Səs tonumu deyil. Mən girəndə dedim ki, belə şeylər eləməyin də, lazım deyil. Mənə lazım idi. Eləməyin də belə şeylər də. Öz işiniz. Öz işiniz deyib durursunuz, amma ki belə deyil də. O kameranı söndür, söhbət eləyək səninlə.